Bismillahirrahmanirrahim. Elhamdülillah, bilhamdi tutimus salihat. Ve bihi nesta'in, ve bilhamdi nebda, kema beda'allahu bih. Bismillahirrahmanirrahim. Thumma usalli ve sellimu ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in ve billahi tevfik ve ba'd. Və möhtərəm dinləyicilər, Allah Subhanahu taala'nın minnəti üzərimizə olaraq, müvəffəqiyyəti ilə, lütfi ilə biz taharət babını, sonra da namaz babını, sonra da cənazə babını tamamilə tamamladıq. Elhamdülillah. Və növbədə bütün fuqahaların əksəriyyətin kitabındakı tərtibə görə zəkat babı gəlməli idi. Ancaq Ramazan ayı yaxınlaşdığına görə biz qərara gəldik ki, oruc babını tamamilə keçək qutaraq və ondan sonra əgər Allah müvəffəq eləsə Ramazana kimi oruc babını tamamilə qutarmaq istəyirəm ki, qardaşlarımız rahat oruç tutsunlar, oruc məsələsində fəqih olsunlar inşallah, faydalansınlar və Ramazan orucuna elmli halda girsinlər inşallah. Həmçinin ondan sonra nafilə oruçlara gəlir, Şəvval və s. Və inşallah Ramazanda qısa bir tətildən sonra təzdən kitabın tərtibinə qayıdacaq. Tərtibdə necə idi? Kitab-ı tahara, namaz, zəkat, sonra oruc. Ancaq biz bugünə tərtibi pozuruq. Məsləhət bir oldu. Və kitab-ı siyam, oruç babına başlayırıq və sonra oruc babını tam qutarandan sonra, möhtərəm dinləyicilər, biz təzdən zəkat babına bir məşiyyətillə keçəcəyik inşallah. Bismillahirrahmanirrahim. Qardaşımız Ayxan oxusun. Fələtəfaddəl məşkuran mə'cura. Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və selamu alə mən nəbiyyə ba'də. Əs-siyam, oruc. Orucun hökmü. Ramazan orucu İslamın əsaslarından və fərz əməllərindən biridir. Uca Allah Azze və Cəllə buyurur. Ey iman getirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bunun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz. Oruc tutmaq sayı müəyyən olan bir ay günlərdir. Bu günlərdə sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə hər günün əvəzində bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, yəni həm oruc tutub, həm də fidyə verərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Qur'an Ramazan ayında nazil edilmişdir. Aya, yəni Ramazan ayına yetişən şəxslər bu ayı oruç tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə ona Allahu Akbar deməklə təzim və şükür edəsiniz. Əl-Bəqara surəsi 183-dən 185. Bu dinlədiyiniz Quran-ı Kərim ayətləri idi. Lüğəti mənası as-savum, as-siyam nədir? Əl-imsak, imsak. Yaxşı, imsak kəlməsi bizdə yoxdur. Türk dilində olsa belə, bizdə yoxdur azərlərdə. İmsak nə deməkdir? Əl-kuffu anişşey, əl-imsak anişşey. Bir şeydən əlini çəkmək, əlini üzmək, saxlamaq, tutmaq mənasına gəlir. Yaxşı, orucda nə baş verir? Yeməkdən, içməkdən və mübah edilən şeylərdən əlini çəkirsən, tutursan, özünü həbs edirsən, aydındır. Və imsak, oruc kəlməsinin altında şərt deyil ki, məhz yemək, içmək yalnız cəm olunsun. Əlini çəkdiyin, qırağa çəkildiyin, özünə mən etdiyin hər şey lüğəti mənada imsak, as-savum, oruc adlandırıla bilər. Buna da dəlil, Məryəm surəsində Rəbbimiz Məryəm əleyhissalamdan bizə belə xəbər verir. İnni nəzərtu lir-rahməni savmə. Məryəm əleyhissalam buyurur ki, mən Rəhmənə oruc saxladım. Rəhmən üçün imsak etdim. Burada savmə, oruc, imsak etdim. Nədən imsak etdi? Yeməkdən, içməkdən xeyr. Sadəcə olaraq heç danışmamağa, müəyyən bir günlər içində heç danışmamağa imsak etdi. Bu da bizim şəriətdə yoxdur. Keçmiş şəriətlərdə var idi. Oruc var idi ki, heç danışmamaq orucu. Müvəqqəti bir vaxtda. Şəri mənası, şəri termini, İslam termini əl-imsəku anil mufattirati min tulu'il fəcri ilə urubi şəmsi ma'aniyyəti təabbudu lillahi teala. Təabbudi lillahi teala. Əl-imsək, yəni özünü mən etmək,
əl çəkmək, mufattirat, orucu pozan hər bir amildən, ha vaxta kimi, tulu'il fəcr, sübh namazının girən vaxtından, günəşin batan vaxtına kimi Allah-u Teala'ya ibadət qəsdi ilə. Bu, bunun şəri termindir. O ki, qaldı onun fəzilətlərinə, dərsimizi dinləyək. İbn Ömər radiyallahu anhümə Peyğəmbərimizin sallallahu aleyhi və səlləm belə buyurduğunu rəvayət edir. İslam 5 əsas üzərində qurulmuşdur. Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, yəni la ilahe illallah, Muhammedin Allahın elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək və Beytül Haramı həcc etmək və Ramazan orucunu tutmaq. Hədis səhihdir, Buxari, Müslim, Tirmizinin həmçinin Nəsai. İslam ümməti Ramazan orucunun vacibliyini, onun İslamın 5 əsasından biri olduğunu, dinin zəruri əməllərindən sayıldığını və onun vacibliyini inkar edənin İslamdan çıxaraq mürtəd olduğunu yekdilliklə vurğulamışlar. Fiqh-us Sünnə 1-ci cild, səhifə 266. Ramazan orucunun fəziləti. Əbu Hureyra radiyallahu anhu Peyğəmbərimizin sallallahu aleyhi və səlləm belə buyurduğunu rəvayət edir. Kim Ramazan orucunu iman və ihtisabla, yəni savabını Allahdan diləməklə tutarsa, keçmiş günahları bağışlanır. Buxari, Nəsai, İbn Macə rəvayət etmişdir. Əbu Hureyra radiyallahu anhu Peyğəmbərimizin sallallahu aleyhi və səlləm belə buyurduğunu rəvayət edir. Uca Allah demişdir. Adəm övladının orucdan başqa etdiyi hər bir əməl onun özünündür. Oruc mənimdir. Mən də onun savabını verəcəyim. Oruc qoruyucudur. Sizlərdən kimsə oruc tutduğu gün pis sözlər danışmasın, səsini yüksəldib qəzəblənməsin və cahil əməlləri etməsin. Hasbuk, yəni buradan sizcə elə anlama gəlir ki, başqa gündə eləmək olar? Xeyr, elə anlama gəlmir. Bunlar ümumiyyətlə qadağan edilmiş, məkruh, çirkin əməllərdəndir. Həmçinin bəziləri haramdır. Ancaq insan insandır, xata eləyir, günaha girir, günaha vaqi olur. Və Allah Subhanahu taala insanın necə olmasını bilir. Bilir ki, insandan bu şeylər onsuz da hasil olur. Bu səbəblə Allah Teala orucda xüsus buna diqqət etməyi və həzər etməyi tövsiyə edir ki, insan iki böyük təhlükəyə daha da düşməsin. Hansı təhlükə? Birinci, qeyri-oruc günlərində bunu etdikdə günah qazanır, asi olurdu. İndi isə oruc zamanı eləyəndə həm günah qazanır, asi olur, həm də ki, orucun savabından gedir. Bu səbəblə oruc əsnasında bunları etməməyə Rəbbimiz bizə əmr etmişdir. Nə deyir hədis-i şərifin sonunda? Sizdən biriniz? Əgər kimsə onu söysə, yaxud onunla savaşmaq istəsə, 2 dəfə mən orucam desin. Muhammedin canı əlində olan Allaha and olsun ki, oruc tutanın ağzından gələn iyi qiyamət günü Allah yanında misk, yəni ən gözəl ətir iyindən daha gözəldir. Baxın qardaşlar, sizdən biriniz orucdur. İstər nafilə, istər fərz orucu. Və sizinlə kimsə dava eləmək istəyir, əl-bəyaxa olmaq istəyir və sizlə dava eləmək istəyir, sizi döymək istəyir. Baxmayır ki, siz ondan güclüsünüz, ondan qüdrətlisiniz, onu belə deyək də çırpıb yerə sələ bilərsiniz. Ancaq oruc olduğunuza görə siz imsak halındasınız, özünüzü həbs etmişsiniz, özünüzü, əlinizi çəkmişsiniz. Orucu pozan və savabını aparan hər bir şeydən. Və bu da ibadətdir, bəs ibadət bu olur. Və neyinirsiniz? Sizinlə cəhd göstərən insana deyirsən ki, inni saim, mən orucam. Sünnədə gələn kəlmə kifayət edir. Vallahi bunu təcrübədən keçirmişik. Bu kəlməyə Allah Subhanahu taala əcəb bir heybət və bərəkət verib. Sənin düşmənin həmin an mum olur, əriyir, əcəb bir qorxunu qəlbinə düşür və hətta üzr istəyir, səndən çıxır gedir. Və bu kəlmə hasb bəs edir, sünnə ilə kifayət eləmək nə gözəldir bu yol tutub gedənlər. Niyə görə bu xırdalığı zikr edirəm? Çünki bəzi ərəb ölkələrində təəssüflər olsun ki, təbii ki, hədis də ərəb dilindədir deyə, onlar icad edirlər özlərindən hədisə əlavələr, güya ki, onlar çox bilirlər. Halbuki Allah çox bilir, bunlar bilmirlər. Nə deyirlər? Deyirlər ki, inni saimun lillah. Lillah kəlməsini artırırlar. Mən Allah üçün oruç tutmuşam. Ehtiyac yoxdur Allah kəlməsini orada özündən artırmağa. Allah Resulü sallallahu aleyhi ve sellem istəsəydi artırardı. Allah Resulü sallallahu aleyhi ve sellemə vardı olan inni saim, mən orucam. Elə bu kiçik kəlmənin içində də Allah subhanahu teala'nın isminin zikr olmaması daha da şiddətli heybəti artırır. Heybəti lap çox artırır.
Çünki mən orucam, artıq insan bilir ki, gör bu oruç kim üçün saxlanır və mən gör kimə əl qatırım. Ehtiyac yoxdur artırma. Həmçin bəzi ərəblər, Allah islah eləsin, neynirlər? Deməkdən ki, inni saimun deyirlər ki, Allahümmə inni saim. Ey Allahım, mən orucam. Bu kəlmə əsla hədisin məğzi qəsdinə ziddir. Niyə görə? Sanki bu insan niyyət elədi burada. Halbuki burada bu kəlmə ilə düşməni və yaxud da ki, cəhd göstərən insanı susturmaq, ona heybət göstərməkdir. Ancaq bu saçı bu dedi ki, Allahümmə inni saim. Sanki dedi ki, Allahümmə mən niyyət etdim oruca. Əslə məğzi pozuldu. Və yaxud başqa yerdən deyirsaq, desək ki, Allahümmə inni saim, sanki deyir ki, ey Allahım, mən oruç tutmuşam. Halbuki burada xitab Allah-u Teala'ya yox. Məhz səninlə cəhd göstərən, səni döymək istəyən insana tutulmuş idi. Və sən ona deyəndə, o səni vurmaq istəyəndə, deyəndə ki ona inni saim, mən orucam, həqiqətən onun əcayib bir qorxu və vahimə onun qəlbinə daxil olur. Və o bilir ki, orucda insanı döymək, namazda insanı döymək, səcdədə olan insanı döymək, ibadətin hər hansı bir növünü Allah üçün əda edən insanı döyməyə bərabər olduğundan, bu əməlin onu İslamdan çıxardacaq qədər qorxulması haqqında dərk edir və heybət onu çaşdırır və hətta üzr istəyib gedir və bu təcrübədən keçmişdir. Həmçinin söyüş, sizdən birinizlə kimsə söyüşmək istəsə, neynirsən? İnni saim, mən orucam deyirsən. Hədis harada gəlib? Axracəhül Buxari və Müslim. Hədis sahihdir. Oruç tutan 2 dəfə sevinir. İftar edəndə yeməyinə sevinir, Rəbbi ilə qarşılaşdıqda isə tutduğu oruc ilə sevinəcək. Səhl ibn Sa'd radiyallahu anhu Peyğəmbərimizin sallallahu aleyhi və səlləm belə buyurduğunu rəvayət edir. Cənnətdə bir qapı vardır, adı Rəyyandır. Qiyamət günü o qapıdan oruç tutanlar daxil olacaqlar. Onlardan başqa heç kəs bu qapıdan daxil olan deyildir. O zaman belə deyiləcəkdir. Oruç tutanlar haradadır? Onlar bunu eşidib irəli gedəcəklər, yəni oruç tutanlar. Onlardan başqa heç kəs bu qapıdan keçməyəcəkdir. Onlar keçib qurtardıqdan sonra qapı bağlanacaq, sonra başqa heç kəs o qapıdan keçmədən qapı bağlanacaqdır. Hədisi Buxari, həmçin Müslim, həmçin Nəsai rəvat etmişdir. Baxın, möhtərəm dinləyicilər, orucun fəzilətləri haqqında hədislərə. Bunlardan da biri Əbi Səidin Xudrinin hədisidir ki, Allah Resulü sallallahu aleyhi ve sellem'dən belə rəvayət edir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: "La yasumu abdun yawman fi sabilillahi illa ba'adallahu bizalika al-yawma wajhahu 'anil nari 70 kharifan." Allah Teala'nın hər hansı bir qulu Allahın yolunda bir gün oruç tutarsa, Allah Teala bu orucu ilə onun üzünü cəhənnəm ateşindən 70%, yəni 70 il uzaqlaşdırar. Burada Allah yolunda fi səbilillah, idə utliqa uridə bihil cihad fi səbilillah. Burada səbilillah kəlməsi itlaq olduğuna görə cihad nəzərdə tutulub. Yəni, cihadda döyüş zamanı oruç tutmaq caizdir. Buradan nəmə fayda çıxardır. Əgər Ramazan ayına düşübsə ələxüsus, cihadda belə, döyüşdə belə, qəzvədə belə oruç tutmaq caizdir. Yaxşı tutanın sahabı haqqında bu hədis xəbər verir. Fikir verin, həmin insanın sahabı daha çox olur. Bir orucu, onun Allah yolunda tutduğu bir orucu, onun üzünü cəhənnəm ateşindən 70 il uzaqlaşdırır. Və Şeyximiz Übeyd Cabiri bu hədisi belə şərh elədi. Burada səbilillah, Allah yolunda, yəni cihad zamanı tutulan oruc nəzərdə tutulmuşdur. Vallahu Teala aləm. Hədisə gələndə hədis Axracəhül Buxari və Müslim, hədis səhihdir. Oruca gələndə isə o siyamu mədrəsətün xuluqiyyetin kərimə yətədəbbəru fiyhə əl-mü'minu alə xasail kəthirə fəhuvə cihadun li-nəfs. Və sonra şeyximiz buyurur ki, oruc həqiqətən böyük bir məktəbdir. Əxlaq məktəbidir, böyük bir ədəb məktəbidir. O mümində olmadığı bir gözəl xasiyyətləri meydana gətirir və onu tərbiyə edir və onun nəfsi ilə cihad aparmağı, nəfsi tərbiyə eləməsinə şövq edir. Və muqavamətə lil-həvaihi və nəzəğati şeytani ləti qad təluhu ləhu ilə axır kələm. Həmçinin bu mədrəsə, yəni oruc onu öz hava və şəhvani və nəfsi istəklərindən alıqoyur, uzaq edir və şeytanın ona etdiyi hücumlarına qarşı güclü bir dayaq olaraq oruc ona böyük bir dəstək olur. Həmçinin insan bu məktəbdən səbr ilə qaynaqlanır,
və səbrin ləzzətini və dadını duyur. Və o bilirdi ki, bundan qabaq bunlar hamısı ona halal edilmişdi və Allah Teala'ya asi olmamaq qəsdi ilə, taət və onun rizası ilə halal olan şeylərin ona haram edilməsi müvəqqəti bir vaxtda ona böyük bir səbir mədrəsəsi qazandırır. Həmçinin böyük bir məktəb olmasına da işarələrdən insanın belə bir həyat yaşamağına da hazırlaşdırır. Yəni, insan daima var içində olmur. Elə bir vaxt ola bilər ki, Allah qorusun, insan heç suya, yeməyə belə əli çata bilməyər və bu məktəb onu həqiqətən buna da hazırlaşdırır. İnsanın ən şiddətli, ən çətin həyat anlarını da ona yaşatdırır. Orucun növləri. Bil, əziz oxucu, oruc iki qismə bölünür. Vacib qismi və tatavvu, yəni nafilə qismi. Əvvəlcə vacib qisminə baxaq. Vacib qisminə gələndə isə özü üç qismə bölünür. Mə yecibul zəməni nəfsəhu və huvə savmu şəhr Ramazan. Birinci qismi vacib növlərindən biri. Müəyyən bir zaman içərisində vacib edilmiş növü, o da ki, Ramazan ayı kimi və onun da əhkamları gələcək. İkinci qismi mə yucibu li'illətin və huvə savm əl-kəfarat. Müəyyən bir səbəblər tərəfindən vacib edilmiş oruc və onlar da kəffarə oruclarıdır, məlumdur, onların da əhkamları gələcək. Üçüncü qisim, bunlar qardaşlar, hamısı vacib olan qismlərin içində də aydındır. Üçüncü qisim, mə yucibu li-icabil insani zəlik alə nəfsi. İnsanın öz nəfsinə vacib etdiyi oruclar, onlar da nəzir oruclarıdır. Ramazan orucuna gələndə isə hökmü aydındır. Onun hökmü fərzdir, vacibdir. Allah Teala Quran-ı Kərimdə belə buyurmuşdur və ayət-i kərimə dinlədik. Ey iman edənlər, sizdən öncəkilərə oruc vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə çəkinəsiniz, qorxasınız. İlə axir ayət. Sünnədən dəlil Talha ibn Abdullahın hədisində, Allah ondan razı olsun, bir nəfər Ərabi, bədəvi Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlib ondan Rəbbim mənə orucdan nəyi fərz etdi haqqında soruşanda Allah Resulü sallallahu aleyhi ve sellem cavabında Ramazan orucunu sənə fərz etdi. Yalnız nəyisə özündən tatavvu, nafilə edərsənsə, o başqa. Əxracəhül Buxari və Müslim hədis səhiddir. Həmçin İbn Ömarın hədisində radiyallahu anhuma buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu, Buniyel İslam alə hamsin. İslam 5 dəyə üzərinə bina edilmişdir və sonra 5 iş şərisində Ramazan orucunda fərz olmasını zikr edir. Həmçinin məşhur Cibril hədisində Məl-İslam, dedi ki, İslam ən tə'budallaha və la tüşrikə bihi, Allaha şərik qoşmadan ibadət etmək, namaz qılmaq, zəkat vermək və Ramazan orucu həmçinin hədisdə zikr olmuşdur. Bu da ki, Əxracəl Buxari və Müslim. Həmçinin icma, ümmətin müsəlmanları Ramazan orucunun fərz olmasına icma etmişlər və onu rukunlardan bir rukun olaraq qəbul etmişlər. Və bu dində ma'lumatun bil-zarura, ma'lumatun bil-zarur hökmünü almışdır. Yəni, onun vacibliyini inkar edən insan dindən çıxır, mürtəd olur. Hansı insan onu ədə etməyə bilir, kimin boyundan düşür, onun əhkamları gələcək. Heyz və nifas halında olan qadınların boyundan düşür. Həmçinin üzür sahibləri, xəstə və yaşlı ixtiyar sahibləri ki, artıq tuta bilmirlər, onların boyundan düşür. Və bu əhkamlar gələcək. Və orucun fəzilətlərini də götürdük. Allah subhanətlər faydalardan etsin. Hədə və sallallahu alə nəbinə Muhammedin və alə əlihi sahbə əcməyin.